Salam əziz tələbələr. Deməli biz bu gün güvən test bankından defining indefinite and negative pronounsadan birinci testin izahına baxacağıq. Baxaq birinci testə. İlk öncə bu testi işləmək üçün biz təbii ki bu mövzu haqqında müəyyən bilgilərə sahib olmalıyıq, yoxsa belə testləri işləmək bizim üçün çətinlik yarada bilər. Amma ipuçlarından da işləyə bilərik. Məsələn, boşluqdan sonra of görürüksə diqqətli olmalıyıq ki, nədən sonra of işlənə bilər və ondan sonra gələn isim və ya xəbərə diqqət etməliyik. Əgər boşluqdan sonra of, isim cəm gəlib, xəbər cəm gəlirsə, diqqət eləməliyik nəyə? İç, nan, either. Bunların həmişə xəbəri tək olur. İsim cəmdə gəlsə belə onların xəbəri hər zaman tək olur. Onlar ofdan işlənərkən. Deməli, önlüdən sonra da biz bilirdik ki, nə işlənirdi? Sam işlənirdi. Əslində, oldan sonra da xəbər cəmdə olur, amma sadəcə bizim düsturumuz var ki, biz önlüdən sonra samı, FEO ya da a little işlədə bilərik. Amma belə bir variantda yalnız samdan istifadə edə bilərik. İkinci testə baxırıq. Deyir ki, choose the correct variant. Düzgün variantı seç. Would you like more tea? Biz bilirik ki, boşluqdan sonra isim varsa, genəldə biz törəmələr yaza bilmərik. Bu artıq sənin sual cümlən deyil. Yəni, bəzimiz çaşa bilərik ki, aha, bu sual cümləsidir, sual işarəsi var. Yox, would-la olan cümlələr xahiş, istək, ümumiyyətlə, xahiş, istək tipli cümlələr, would-la başlayan cümlələr həmişə samdan istifadə olunur. Ona görə diqqətli eləməliyik bu testdə ki, yəni biz burada eni yox, samdan istifadə edirik. Yəni, biraz çay istərdinizmi? 3-də baxırıq ki, yenə doğru variant istəyir. Cümləmizdə inkarlıq bildirən feilimiz var. They didn't hear in the room. Bir cümlədə iki inkar olmaz. Ona görə testləri çıxırıq, inkarda olanları. İnkar cümlələrində samlar və samın törəmələri işlənməz, qalır anyone. They didn't hear anyone in the room. Onlar otaqda heç kəsi eşitmədilər. Cümləmiz inkar olduğu üçün any və onun törəmələrindən istifadə etməliyik. Diqqət eləmək, təbii ki, burada isim yoxdur deyə törəmə yazırıq. Biz bəzən testlərdə həm anyone verir, həm də any yazır. Bu tipa testləri yazarkən biz fikir verməliyik ki, biz törəməsiz any'dir, samdır, no'dur, every'dir işlədik. Mütləq ondan sonra isim verməliyik. 4-cü testə baxırıq. Yenə cümləmiz inkardır. Təbii ki, də inkara inkar olmaz, sam işlənməz. İsim cəmdə verilib. İsim cəmdə verilibsə, deməli biz içi yaza bilmərik. İç tək isimlərlə işlənir. Qalır deməli any və all. She couldn't remember. Cümləmiz də inkar olduğu üçün nəyi seçirik? Any variantını seçirik. Any names of the guest. Yəni, heç qonaqların adını xatırlaya bilmirdi. 5-ci testimizə baxırıq. Yenə sual cümləsidir. Təbii ki də samı, inkarı çıxırıq. Boşluqdan sonra isim var, nanı çıxırıq. Törəmələri çıxırıq. Ümumiyyətcə, törəmələrlə isim olmaz. Yenə any variantına istifadə edirik. Do you have any juice in the bottle? Şüşədə heç şirə, meyvə şirəsi var. Yəni, sənin var, meyvə şirən var. Bu, belə bir sual cümləsidir. 6-ya baxırıq, cümləmiz yenə inkardır. Boşluqdan sonra isim gəlib, sayıla bilməyən isimimizdir. İnkara inkar yazmarıq. Ümumiyyətcə, sayıla bilməyən isimlərlə few'dur, many'dir, every'dir, işlənməz. Sam və any hansını işlədərək cümləmiz inkar olduğu üçün any variantını işlədirik. 7-də bizdən incorrect variant istəyir, yəni düzgün olmayan variant. Ofla every işlənməz, ofumuz var. Nan da içdi, either all. Hamısı ofla işlənir. Xəbər əslən diqqət etmək. Burada isə bizi xəbər çaşdıra bilər, diqqətli olmalıyıq. Hər biri işlənir burada. Məsələn, iç də işlənir, nan, either all. Amma diqqət eləməliyik nəyə? Bizdən nə istəyir? Incorrect variant istəyir. O dəqiqə düz varianta qaçmaq olmaz. Zaten bunların hamısı doğrudur. Doğru olmayan variantımız A variantıdır. 8-ci testə baxırıq. Cümləmizdə isimimiz yoxdur. Cümləmiz təsdiq cümlədir. Anybody'ləri çıxırıq. There is talking to the teacher. Yəni, müəllimlə kimsə danışır. Tərcüməyə də fikir verməliyik. Somebody. There is somebody talking to the teacher. Müəllimlə kimsə danışır. Hər kimsə, hansısa bir kimsə müəllimlə danışır. 9-cu testə baxırıq. 9-cu testdə yenə boşluqdan sonra isimimiz yoxdur. Törəmələrlə verib. Cümləmiz də inkardadır. İnkara inkar yaza bilmərik. Diqqətli olmalıyıq. İnkarları çıxırıq.
Somebody də inkar cümlələrində işlənməz. Anybody. I not see anybody I hadn't seen before.